Salam dostlar. Deep dive into noun clauses and inversion. Müdavimlərin imtahanda ən çox çaşdığı məqam noun clause və cümlə başındakı inversiya. Bu videodan sonra bu mövzuda 1 bal belə itirməyəcəksiniz, bundan əminəm. Noun clause-a baxırıq. Noun clause cümlə ismin yerini tutur, cümlədə ismin yerini tutur. 3 əsas mövqedə çıxış edir. Birinci, mübtəda mövqeyi, nümunəyə baxırıq. Example, that she did not pass the exam is obvious. To be-nin adətən qarşısında gələn bütöv bir budaq cümlə mübtəda funksiyasına getdiyinə görə deməli bu noun clause-dır. İmtahandan keçməməsi aydındır. Yəni mübtəda mövqeyində çıxış edir bütöv bir budaq cümlə. Xəbər budaq cümləsi predicative mövqeyində. Example, the question is to be-dən sonra gəlir. Nədir? Where the accident happened. Tamamlıq, yəni object mövqeyində. Example, I wonder. Mən təəccüblənirəm nəyə? Whether he believes me. Qızıl qayda. Noun clause sual sözləri ilə başlasa da daxilində müstəqil sual sırası olmur, yəni mübtəda xəbər ardıcıllığı qorunur. İmtahan tələsi. Only if inversiya qaydası. İndi isə diqqət edək. Only if, only when, only after kimi birə-bir imtahan strukturları cümlə başında gələrsə nə baş verir? Budaq cümlədə yox, baş cümlədə inversiya olur. Əgər cümlə only if you study will pass olarsa bu səhv ifadədir. Düzgün cümlə strukturu only if you study will you pass olmalıdır. MIQ test tərtibatçıları bu inversiyanı çox sevirlər və burada çox diqqət yetirin. Cümlə növləri mövzusunun tam qavradınızsa, şərhlərdə öz nümunə cümlələrinizi yazın. Birlikdə sizlərlə bir yerdə onu yoxlayaq və səhvlərimizi müzakirə edək. Advanced dərəcəli ingilis dili dərslərimiz və MIQ sertifikasiya proqramlarımız haqqında ətraflı məlumat üçün direktə və yaxud da profilimizə keçid edin. Diqqətinizə görə sağ olun.